Hamıya salam. Değirmi Masa kanalından bir öğretici video daha. Bugün də demək olar ki, çox cüzi miqdarda pulunuzun çıxacağı, yəni printerdən bir neçə səhifə kağız çıxardacaqsınız. Evinizdə printer varsa o belə deyil. Demək olar, yəni heç bir xərc çəkmədən oynaya biləcəyiniz bir roleplay oyununu sizə təqdim edirəm. Crispy P. Wolf qardaşımızdan Off-Worlders oyunu. Bu oyun space, yəni ki, kosmos temalı oyunlar üçün nəzərdə tutulmuş bir settingdir. Və bu settingin digər settinglərdən fərqi odur ki, sadəcə, yəni heç bir D29 onda nə setə zərə ehtiyac duymadan dədə-baba qaydası ilə evinizdəki nərdə açıb içindəki 2 dənə zəri götürüb o zərlərlə roleplay oyunu oynaya bilərsiniz. Yəni bu qədər sadə. İndi bunu necə eləyiblər, nə qədər yaxşı olub, nə qədər pis olub, indi onu müzakirə eləyəcəyik. Mən burada sadəcə oyunu tanıdacağam. Oyunu dediyim kimi əldə etməyin 2 yolu var. Girirsiniz bu web saytın özündən birbaşa yüklüyürsünüz və oyun yüklənir. Və ya gedirsiniz Drive-Thru RPG-dən də qəpik vermədən əldə edə bilərsiniz oyunu. Oyun pulsuzdur. Oyun pulsuz paylaşılıb. Daha sonra açdığımız kimi belə gözəl bir artwork bizi qarşılayır və oyunun tonuna da müəyyən qədər bir ipucu verir deyim. Buraları keçək, maraqlı olan özü oxuyar. Dediyim kimi, nələr lazımdır ona deyir. Deyir, sizə dəftər lazımdır deyir. 2 dənə zər lazımdır. Yeməyə bir mandarinimiz falan varsa, nəsə də buralar işin duzu biberidir. Yəni adam deyir ki, heç bir əslində kağızları çıxartmağa pul belə vermədən, yəni evinizdəki dəftəri açın, ortadan bir vərəq cırın, ora yazın hər şeyi. Yəni kağıza ehtiyac belə yoxdur. Demək olar ki, pul vermədən oynaya bilərsiniz deyəndə əslində bunu nəzərdə tuturdum bir növ. Qısaca, yəni Game Master olmaq nədir? Atributlar necə işləyir, bu oyundakı ability'ləri necə işlədə bilərik, belə qısaca verib. Qısaca deyəsi olsam, bu oyunda biz özümüzə bir karakter yaradırıq və bu oyunda bu ki, karakterimizə müəyyən atributlar əlavə edirik. Daha sonra müəyyən bunların skillləri olur, sonra canlı qoyuruq. Onları zaten başa salacağım necə olur. Buralardan çox da qalmağa ehtiyac yoxdur. Burada zəri necə atırsan ondan danışır. Gəlin əvvəldən başlayaq ki, zər atma prosesi necədir burada? Hər şeydən qabaq, bunu çox professional oyuncular belə hərdən unuda bilir. Bu çox önəmli bir şeydir. Deyir ki, zəri atmamışdan qabaq nə elədiyini və necə elədiyini təsvir et. Yəni bu çox önəmlidir. Biz burada roleplay oyunu oynayırıq. Yəni board game oynamırıq. Biz burada nerede oynamırıq ki, zər ataq nəticəsinə baxaq. Zərdən qabaq nə edəcəyini demək çox önəmlidir yəni. İkinci olaraq deyir ki, bunun üçün ən uyğun atributu seç. İndi atributlara birazdan baxacağıq və üçüncü olaraq da deyir ki, talk about the potential outcomes. Yəni zərin nəticəsində məni nə gözlədiyini əvvəldən danışaq deyir. Bax, bu da önəmlidir. Birinci, deyirsən ki, mən məsələn bu hərəkəti eləyəcəm və bunu necə eləyəcəm. İkinci, deyirsən ki, bu atribut üzərindən eləyəcəm. Yəni üçüncü də önəmlidir. Üçüncü də deyir ki, yəni bəs bunun nəticəsi nə olacaq? Məsələn mən fail olsam. Yəni bunu bilib zəri atmağı oyun təşviq edir sənə. Deyir, həmişə deyir GM-lə danış. Bunları bir bil. Əgər fail olsan, olacaq şey sənə okey deyilsə, bəlkə də bunu eləməməlisən. Yəni bunu eləmə, strategiyanı dəyiş. Oyun buna səni təşviq eləyir. Və dördüncü olaraq bunların hamısını keçdikdən sonra artıq o zəri at. Bu oyunun verdiyi çox önəmli bir şey var. Bu oyun deyir ki, bu oyun sizin itivizdir, bu oyun sizin eşşəyinizdir. Necə istəyirsiniz qaydaları dəyişin. Mən də bunu təbii ki, bir özünə hörmət eləyən bir GM kimi aldım bu tövsiyəni və bəli, mən də Həzrəti Paint'in mənə verdiyi güclərdən istifadə edərək bu gözəl portreti yaratdım ki, daha gözəl izah edeyim burada etmək istədiyimiz şey. Deməli, 2 dənə zəri atırıq və bu 2 zərin nəticəsində gələcək şeylər bəllidir. 2-dən 12-yə qədər bir sayı alacağıq. Əgər
atdığınız sayı bu aralığa düşsə, yəni 10 atsaz, 11 atsaz, bu o deməkdir ki, keçdi. Əgər atdığınız sayı 7, 8, 9 aralığına düşsə, bu o deməkdir ki, siz bunu yenə də bacarırsınız, amma nəyinsə bahasına bacarırsınız. İndi bu çox şey ola bilər. Yəni güzəştə getmək istəmədiyiniz bir özəlliyinizi güzəştə gedə bilərsiniz və ya sizdən bir resurs çıxa bilər. Məsələn, təzə açki almısan, o qırıldı, tutalım. Yəni taxa bilmədən getdi falan kimi bir şey ola bilər. Nəyinsə bahasına bacarırsınız kimi düşünün. 3, 4, 5, 6-dırsa, bu o deməkdir ki, bacarmadınız bu işi də. Yəni zərə atdınız və olmadı. 12 atsaz əgər amma 6 qoşu atsaz. Bu o deməkdir ki, bu critical success. 20-lik zərə atıb 20 düşəndə critical success nədirsə, burada da 6 qoşa düşsə əgər 12 critical success hesab olunur. Bəs burada necə hesablanır bu? Bu oyunun da fərqlərindən biridir ki, deyir ki, sən oyunçu olaraq və GM birlikdə qərar verirsiniz. Sən zaten yəni ki, etmək istədiyin şeyi etdin. Amma critical atmısan deyə bir də əlavə ekstra olaraq sənə bir üstünlüyü olur bu zərin və bunu GM tək qərar vermir. Sən və GM ortaq qərar verirsiniz ki, bu əlavə özəllik nə olsun. Bu da oyunun qaydalarından biridir və oyunun qaydalarında olmayan, amma ki mənim özümün əlavə etdiyim critical fail var. 2 atsan bu direkt critical fail deməkdir. Bu nə deməkdir bəs? Bu o deməkdir ki, sən etmək istədiyin şeyi edə bilmirsən və onun üzərinə daha da pis bir şey olur deməkdir. Bunu artıq yenə də bunu məncə GM-lə oturub özün müzakirə eləyə bilərsən. Məsələn, mən GM kimi deyərəm ki, bax, sən GM olsan nə edərdin bax bu vəziyyətdə özünə kimi belə bir yerə getmək olar. Təbii ki, bu zərin nəticəsi olaraq qalmır. Yəni seçdiyimiz ability nədirsə, atributlar nədirsə, onu üzərinə gəlirsən. Məsələn, seçdiyiniz atribut sizə müsbət 2 verirsə, atdığınız zərin üzərinə 2 gəlirsiniz. Əgər mənfi 1 verirsə, atdığınız zərdən 1 çıxırsınız məsələn və s. Elə gəlirik atributlara. Atributlar dediyim kimi mənfi 1 və müsbət 3 arasında dəyişir və 4 ədəd atributumuz var. Burada da bu D20 sistemlərindən aşina olduğumuz 6 atributu 4-ə endiriblər. İndi bunu necə istifadə edəcəyik? Strength bildiyimiz kimi güclə bağlı bütün çekləri strength üzərindən atırıq. Agility burada dexterity-ni təmsil edir təbii ki, yəni çeviklik üzərinə, bütün zərləri agility üzərindən atırıq. Yəni bu da deyir, yəni reaction time, control, coordination, o bu əsasən yəni. Intelligence isə intelligence wisdomdan intelligence-ı birləşdirib kimi bir şey olub. Perception, yəni ki, wisdom'ın daxilində bir şeydir, amma burada intelligence-ın daxilinə gəlib. Willpower-da sizin iradəniz və constitution-dan aşina olduğumuz, yəni sizin dözümlülüyünüz, sizin iradənizin gücü də ola bilər və xarizma təbii ki. Xarizmanı da willpower-ın içinə qatıb, yəni siz kimisə danışıb nəyəsə razı salacaqsınız, nəsə bir iradə göstərəcəksiniz. Bunların hamısı willpower üzərindən atılacaq. Və skilllər. Bu oyunda 8 ədəd skill var. Bu skillləri qoy biraz da yaxınlaşdırım. Zaten ekrandan görə bilirsiniz hansılarda. Survival var, technology var, science var, məsələn sneak, pilot, athletics, culture, manipulation. Bu skillləri bəs bu oyunda biz necə işlədirik? Bu skillləri əgər müəyyən bir zər atırıqsa və daha sonra görürüksə ki, məsələn bu atdığımız zərə uyğun bizim bir skillimiz var və həmin zər pis düşübsə, bu zəri yenidən atmağa icazə verir bizə bu skilllər. Skilllərin özlərinin heç bir atributu yoxdur, mənfi 1 plus 1 yoxdur. Sadəcə ikinci dəfə zəri atmağa icazə verir və bu zər ikinci dəfə nə atıldısa, artıq ikinci result nədirsə onu götürür. İkinci nəticə nə düşdüsə zərdə onu götürməliyik. Yəni 2 dənə ataq yüksəyini götürək falan kimi deyil bunlar, bu skilllər. Ability'lər isə bu oyunda ability'lər sizin klassınızın sizə verdiyi xüsusi güclərmi, talantlarmı, istedadlarmı deyək, bu cür şeylərdir. Oyunun başında 2 dənə bizim ability'miz olur. Daha sonradan level atladıqca ability'lərimizi artıra bilirik. İndi isə keçirik Off-Worlder yaratmağa.
Making an Offworlder hissəsi karakterinizi necə yaratmalısınız hissəsidir. Burada deməli, karakterinizi yaratmağın bir neçə yolu var. Bunlardan ilki də oyunun da başda dediyi kimi götür bir kağız, qələm, dəftər, burada yazılanları izlə və karakterini yarat. Yəni bu qədər bəsit. Və ya oyunun sənə verdiyi burada oyunun sənə verdiyi character sheet var kitabın sonunda. Bunu da çıxardıb eyni ilə eyni addımları izləyərək karakterini yarada bilərsən. Amma mən təbii ki, bunların heç birini eləməyib, özüm üçüncü bir yolla gəldim və Vibe Coding-lə Offworlder üçün Character Creator yaratdım. Character Creator'ım buradadır. Oyunun sonunda da indi kitaba mı ataram, oradan mı linkini paylaşaram, yoxsa başqa bir şey mi taparam? Yəni videonun sonunda bu Offworlder karakter sheet'i də paylaşacağam. Elə özümə aşağı çəkdim ki, rahat karakterimizi yarada bilək. Başlayırıq elə new karakter yaratmağa. İlk olaraq deyir ki, pick a class. Oyunda 4 ədəd class var dediyimiz kimi. Warrior, Outlaw, Geek and Psychic. Bunlardan birini seçməyimizi istəyir. Klasslara aşağıdan baxa bilərsiniz hansı nə üçündür. Məsələn, mən hal-hazırda istəyirəm ki, bir dənə geek karakter yaradım. Geek karakterlər dediyi kimi həkimlərdir, elm adamlarıdır və qısaca texniki bacarıqları olan insanlardır. Məsələn, bir dənə geek karakteri yaratdım və bu geek karakterin ability'ləri də altda yazılıb. Burada drone controller bir ability var. Deyir ki, sənin karakterinin balaca bir dronu var. Uzaqdan idarə eləyə bilirsən. Məsələn, mən bu drone controller'ı seçmək istəyirəm burada. Və ikinci önəmli özəllikdə, məsələn, burada medic deyə bir özəllik var. Bu da deyir ki, kiməsə ilk yardım edəndə ona müsbət 2 can ver. Məncə bu da çox işə yarar bir şey ola bilər. Ona görə bunu da götürəcəm və gördüyünüz kimi artıq 3-cü ability-ni götürməyə icazə vermir avtomatik olaraq. Keçək choose your skills-ə. Deyir ki, 2 dənə skill götürə bilərsən. Mən bir geek olaraq məncə pilotluq çox önəmli bir skilldir. Yəni gəmi idarə eləmək zaten yəni günümüz gəmidə keçəcək deyə və science götürürəm. Artıq digərlərini də götürə bilirəm, çünki oyunun başında 2 dənə seçə bilirsən. Daha sonra atributlarımı qoy deyir. Belə qoyacağam mən atributlarımı. Mən bir geek olaraq istəyirəm ki, intelligence checklərdə avantajım olsun. Willpower'ıma dəyməyəcəm. Strength'im -1 olsa da olar, çox məsələn güc tələb edən işlər görməyəcəm və agility'm də müsbət 1 olsun. Biraz çevik bir geek olaq deyək. Və record your health deyir. Record your health isə mənim strength və agility bonuslarım və mənim canımın toplamı olaraq hesablanır. Mənim strength'im -1, agility'm müsbət 1 olduğu üçün onlar bir-birlərini avtomatik olaraq neytrallayırlar və maksimum canım elə 12 olaraq qalır. İndi isə 5-ci hissəyə keçək. Get your gear. Mənim 3 dənə supply'ım var. Mənim 2 sazım var. Və 3 dənə kreditim var oyunun başında. Və bir ədəd light weapon'ım var. Deyir ki, bunu özün describe elə. Və burada elə laser pistol yazaq, elə qoy elə laser pistol yazaq. Bunların hamısını sonradan izah edəcəm nələr deyil. Bu kredit nədir, supply nədir və oyunun başında bizə 2 dənə option verir. Deyir ki, ya additional 7 dənə kredit götür və ya bir dənə light armor götür. İkinci bir silah seç və istənilən növdə silah seçə bilərsən. Dediyim kimi bu silah növlərinə, bu armor növlərinə sonradan gələcəm. Mən hələlik 7 dənə kredit seçirəm və daha sonra da oyunçuma ad ver və oyunçumun özəlliklərini sırala deyir. Mən oyunçuma ad vermək istəyirəm. Məsələn, bir geek olaraq, məsələn, olsun Geek Raman. Məsələn, özəllikləri də uzun saçlı, eynəkli, dar köynəkli və çoxlu cibi olan bir çanta gəzdirir.
Belə özəlliklər əlavə edə bilərsiniz. Məsələn, bunu daha çox da bəzəyə bilərik. Çantanın hər cibində nə olduğunu dəqiqliklə bilir kimi şeylər də əlavə eləmək olar və bu karakteri yaradırıq. İndi isə keçirik karaktersə və görürük ki, karakterimiz buradadır və karakteri daha sonra print də eləyə bilirik bu cür. Burada isə pre-made karakterlərdən örnəklər verib ki, məsələn, karakterlərimiz necə ola bilər. Buraları keçirik və fighting-ə gəlirik. Deməli, hər oyunda olduğu kimi bu oyunda da kombat mövcuddur. Bəs bu kombatı bir GM kimi və oyuncular kimi necə idarə edirik? Isə gəlin indi biraz ona baxaq. Fighting və damage bölməsində ətraflıca izah edilib. Mən də qısaca üstündən keçəcəm. Bu oyunda digər oyunlar kimi tur strukturu falan yoxdur. Oyun daha çox narrativ based, narrativ əsaslı bir kombata fokuslanıb. Yəni kombatda kimin məsələn daha çox action eləməyə yönümlüdürsə, kombatda məsələn kim daha çox hücum edilə biləcək vəziyyətdədirsə, pozisiyadadırsa, kombat onun üzərinə fokuslanır. Məsələn, mən bir geek karakteri yaratdım. Bu kombata girəcək bir adam deyil, dalım ki. Ona görə bütün kombatı qıraqdan izləyərək və ya gizlənərək keçirdə bilər, yəni kombata girmədən belə. Tur bazlı olmamağı məsələn bunu biraz daha çox irəli apara bilər. Məsələn, bəzi vəziyyətlərdə oyunun daha məntiqli getməyinə imkan verə bilər. Və burada kombatda istəyir hücum edilən tərəf ol, istəyir özünü qoruyan tərəf ol, zəri həmişə sən atırsan. Yəni əgər hücum edirsənsə, hücum edib nəticəni görmək üçün zər atırsan. Əgər sənə hücum edilirsə əgər, özünü qorumaq üçün zər atırsan ki, görə özünü qoruya bildin, bilmədin. GM heç vaxt zər atmır. Bəzi indi vəziyyətlər var, oralarda atır. Amma kombat daxilində GM yəni natural olaraq zər atmır. Deməli, necə ki sən qarşıdakı təhdidə necə hücum edirsənsə, qarşıdakı təhdid də sənə eyni dərəcədə eyni tərzdə hücum edir və eyni cür hesablanır. Məsələn, sən bir silahla vurmusansa əgər NPC-ni, məsələn NPC, məsələn sən 1D6 zərər verirsən, 6-lıq zərər atıb nəticəni onun canından çıxırıq. Eynisi ilə o adam da o silahla sənə vuranda, o da sən də 6-lıq zərər atıb nəticəni onun canından çıxırsan kimi olur. Məsələn, burada oyunun özünün də çaşbaş qaldığı bir yer var. Çünki deyir ki, burada zəri at və nəticəni oyunçunun canından çıx. Amma başqa bir yerdə də deyir ki, Game Master zər atmır normalda. Game Master'ın zər atmaq kimi bir öhdəliyi yoxdur oyunda deyir. Burada artıq özünüzə buraxıram. İstəyirsinizsə əgər zəri verin, oyunçu atsın, istəyirsinizsə özünüz atın. Məncə yəni zərin nəticəsinin zaten randomdur. Yəni çox da bir önəmi yoxdur kimin atmağının. Əsas yəni ki o damage dəydimi, dəymədimi odur. Can və ölüm bizi qarşılayır. Bu nə deməkdir? Əgər bir oyunçunun canı 0-a enibsə, burada yenə də oyunçu 2 dənə zər atır. Zərin nəticəsində görürük ki, nə baş verir burada. Yenə də 10 və yuxarı atıbsa, bu o deməkdir ki, sağalacaq. Yəni biraz indi bu dəqiqə düşüb, amma birazdan özünə gələcək. Əgər 7-9 atıbsa, yenə də ölməyəcək, sağ qalacaq, amma ki, nəyinsə baxasına yenə də sağ qalacaq. Mən nə bilim, bəlkə bir özəlliyini itirəcək, bəlkə bir gözü kor olacaq, bəlkə başında zədə olacaq və durduq yerə random anlarda, məsələn, travması yadına düşüb oyunçuya bəzi çətinliklər yaradacaq, bəlkə o da ola bilər. Və 6-dan aşağı atırsa, 6 və aşağı atırsa, bu o deməkdir ki, bu adam artıq öləcək. Yəni ya indi öləcək, ya nə bilim, oyunun sonuna qədər öləcək və axır sözlərini deyəcək, deməyəcək, amma ki, bu adam oyunun axırına qədər sağ çıxmayacaq deməkdir bu. Və armora keçək. Armor isə əynimizə geyindiyimiz şeylərdir və bizi zədələrdən qorumaq üçün müəyyən üstünlüklər verir. Armorlar 1, 2 və 3 olaraq dəyişir. Armoru istifadə edəndə sənə atılan və ya sənin öz atdığın zərin nəticəsini armordan çıxırsan. Məsələn, sənə və ya sən özün 6 atmısansa damage olaraq, özünə alacağın damage olaraq. Amma sənin armorun varsa, məsələn 2 armorun varsa 6 yox, 4 damage alırsan kimi düşün. Canının bərpası. Canın bərpası 2 cür olur. First aid, yəni ilk yardım. İlk yardım. Əgər oyunçuya ilk yardım
edilirsə başqa bir oyunçu tərəfindən, bu oyunçu 1D6 zər qədər canı təzələnir. Daha sonra isə resting gəlir. Resting əgər normal gedib yata bilirsənsə kombatdan sonra və durursansa, canın yarıya qədər bərpa edilir. Bax, tam bərpa edilmir, yarıya qədər bərpa edilir. Bu da önəmli bir hissədir. Çünki bu da məncə daha natural bir şeydir. Yəni ki, dünən kombatda zədə aldım, bir gün yatdım, durdum, heç nəyim yox. O da çox real görünən bir şey deyil. Ona görə də məncə çox düzgün bir qərardır bunun belə edilməyi. İndi isə keçirik növbəti səhifəyə. Burada kainatdakı pulun nəyə ekvivalenti nədir, nəyə bərabərdir? Məsələn, burada xüsusi örnəklər var. Məsələn, bu kainatda bir kredit nəyə bərabərdir? Bir kreditə bir dənə yüngül silah ala bilərsiniz. Və ya 4 ulduz və yuxarı bir oteldə bir gün gedib əylənə bilərsiniz, qala bilərsiniz, yemək yeyə bilərsiniz kimi. Orta statistik bir apartmentdə 1-2 həftə yaşaya bilərsiniz. Bir kredit bunu qarşılayır. Daha sonra da məsələn hər şeyin ən bahalı şeylərin listi var burada. Məsələn, yeni istəyirsinizsə space suit almaq bu 3 kreditdir. Starship məsələn upgrade deyə bir şey var burada. Məsələn, bir dənə helikopter 75 kreditdir məsələn. Bunlar bahalı şeylərdir. Və supply. Burada çox maraqlı bir şey eləyib oyunda. Oyunda hamı 3 supply ilə başlayır və bu supplylar sənə dəqiq olaraq demir ki, o sənin məsələn deyək, məsələn 50 metrlik bir şnurun var, bir dənə atverkan var, məsələn bir dənə də əl fənərin var. Deyək ki, bu belə demir. Sən bu 3 supply-ı özün müəyyən yerlərdə bir supply xərcləyib yerinə deyirsən ki, məndə bu var, məsələn. Bunu istifadə edirəm. İndi burada da bir supply-ın ekvivalenti nələrdir? Onlara örnək göstərib. Məsələn, bir dənə blowtorchun Azərbaycan dilində nə deyirlər, o qaynaq cihazı, bir dənə balaca yüngülvari partlayıcı, motion detektor, hərəkət sensoru falan. Yəni belə yəni bir supply əslində bir dənə itema bərabərdir kimi düşünə bilərsiniz. Bu heavy itemlar adından başa düşdüyünüz kimi ağır itemlardır. Bunları yanınızda gəzdirmək belə sizin hərəkətinizi müəyyən qədər limitləyir. Elə məsələn burada da deyir ki, məsələn əgər atlanacaqsınızsa, harasa dırmaşacaqsınızsa və ya qaçacaqsınızsa və bunun üçün zər atmalısınızsa, zərinizə -1 əlavə edin üzərinizdə heavy item varsa. Burada yenə də GM-ə buraxıb deyir ki, başqa şeylər də ola bilər, onu da özünüz fikirləşin deyib. Yəni bu kitabın çox elədiyi bir şeydir əslində, yəni. Və burada da başqa örnəklər var. Məsələn, C burada kreditə neçə kreditdir məsələn, hamısının qiyməti, vurduğu damage nədir? Məsələn, medium 1D6 atıb üstünə 1 gəlirsən, heavy isə 1D6 üstünə 2 gəlirsən və örnəklər də verib. Məsələn, plazma kanon ola bilər, sniper ola bilər və ya çox böyük bir qılınc ola bilər bu. Və burada assault armor deyə bir şey əlavə edib 40 kreditdə ala biləcəyiniz 3 armor verir və üzərinə də built-in heavy weapon verib. Və önəmli hissələrdən birində gəldik, gəmi. Təbii ki, indi kosmik bir oyun oynayırıq deyə gəmi burada çox önəmlidir. Nəyə görə önəmlidir? Çünki biz hər yerə planetlər arası səyahəti gəmi ilə eləyəcəyik. Bəlkə də gün sistemlər, yəni interstellar dediyimiz, yəni sistemlər arası səyahəti də biz gəmi ilə eləyəcəyik. Və burada çox qəşəng bir şey deyir. Deyir ki, bu oyunda gəmilər işıq sürəti ilə gedə bilir və oyundakı planetlər arasında əgər eyni sistemdədirsə, 1-2 saata bir planetdə o bir planetə rahat çata bilirsən. Yəni çox problem deyil o. Əgər başqa sistemə gedirsənsə, sistemin uzaqlığına əsasən çox uzun günlər çəkə bilər və bunun üçün fuel xərcləməliyik, drive fuel, yəni ki, bu gəmimizi işıq sürətinə qaldırmaq üçün xüsusi bir yanacaq vasitəsi deyək. Gəmimiz, yəni balaca small cargo ilə başlayır, yəni ki, çox da bir şey qoya bilməyəcəyimiz, amma ki, yüklərimizi qoya biləcəyimiz bir cargo yeri var və 1D6 damage verir digər gəmilərə və 15 hull dediyimiz gəminin canını təmsil edir burada. Gəmimizin armoru yoxdur və 4 dənə drive fuel var. Yəni ki, dediyim kimi gedəcəyimiz galaktikadan asılı olaraq 1 və 3 arası fuel xərcləyə bilərik, bəlkə də daha çox. Daha uzaq bir galaktikaya gediriksə əgər. Burada açıqlamalarını verib ki, gəmimizə 2 dənə upgrade əlavə edə bilirik. Bu upgradelərin hamısını burada sıralayıb bir-bir gəmimizə additional məsələn 1 armor əlavə edə bilərik. Məsələn, balaca bir maşın qoymaq istəyirik gəmimizə falan. Bunun üçün cargo
Massive Cargo Hold upgrade-ini eləməliyik. Yoxsa gəmimiz o qədər böyük deyil, yəni sadəcə partinin içinə girib yaşayacağı qədər böyüdür. Çox şey var, yəni onun istəyən indi girib hamısına, oynayacaq olan zaten girib hamısına baxar onların. Ship'i kontrol eləmək üçün deyirlər ki, yəni ship'in öz kontrolları yoxdur. Gəmini kontrol edəndə öz skilllərinizdən istifadə edəcəksiniz zər atanda. Məsələn, gəmini sürətli şəkildə məsələn döndürmək istəyirsən, tutalım ki, özün atacaqsan o agility check-i tutalım. Məsələn, gəmi amma zədə alanda təbii ki, gəminin hulundan çıxırıq və insanlar, yəni playerlar zədə alanda necə, yəni ölümcül vəziyyətə düşürsə, gəminin də hulu sıfıra enəndə gəmi artıq hərəkətsiz hala düşür və gəmini işə keçirmək mümkünsüz olur və o vəziyyətdə artıq ya gəmini tərk eləməlisiniz, ya da ən yaxın başqa bir gəmiyə gəmini çəkdirib ən yaxın bir planetdə təmir eləməyə çalışa bilərsiniz də belə. Ona görə gəmidən də ehtiyatlı olmaq lazımdır. Və maintenance-a da gedək. Gəmini təbii ki, müəyyən vaxtlardan bir həm döyüşdən sonra, uzun yoldan sonra baxımı ilə məşğul olmaq lazımdır. Müxtəlif planetlərə gedib bunu eləyə bilirik. Burada da qiymətləri yazılıb. Məsələn, 1 kredit, yəni ki, 2 hulu geri qaytarmaq üçün 1 kredit. 1 drive full, məsələn, tank doldurmaq üçün 3 kredit xərcləməlisən kimi qiymətlər yazılıb. Təbii ki, bunlar dəqiq qiymətlər deyil. Məsələn, məcbur qalsalar, tutalım ki, atıram indi. Çox pis bir döyüşdən çıxıblar və məcbur qalıblar ki, ən yaxındakı planetə gedib eləsinlər. O planetdə də məsələn inflyasiya var, qiymətlər artıb. Yəni orada məsələn 3 deyil 5 kredit imiş, yəni. Yes. Onu artıq özünüz həll eləyə bilərsiniz, yəni qiymətləri ayarlaya bilərsiniz. Və yenə də character advancement, təbii ki, bu oyunda oyunçularımız necə level up edirlər. Oyunda experience pointi 3 cür almaq olur. Birinci yol odur ki, əslində bu oyunu digər oyunlardan fərqləndirən özəlliklərdən biri deyir ki, altı və aşağı atdığın hər rola görə, yəni hər zərə görə 1 XP al deyir. Yəni nə vaxt deyir zər atıb fail olsan 1 XP, 1 experience point qazan. Düzdür, indi bəzi oyunçulara çox lame gələ bilər ki, bu nədir? Yəni ki, indi zər atır fail olur. O da ki, ona experience point kimi gəlir, amma məncə bunun 2 dənə məncə yaxşı özəlliyi var. Birinci odur ki, hekayə olaraq da, experience-da, yəni ki, real həyata baxsaq, yəni təcrübə deməkdir də, qardaş. Fail olduğun hər şey əslində bir təcrübədir də. Yəni səni öldürməyən şey səni gücləndirir kimi düşünə bilərsiniz, yəni burada. İkinci də ki, bu əslində GM-ə də bir xatırlatma olar ki, hər şeyə görə zər atdırma. Ən önəmli anlarda zər atdır. Çünki hər şeyə görə zər atsa, yəni ki, hər fail olan onda experience point götürər də oyunçu, yəni fail ola bir dənə sessiona 1 level artar adam. O birlər də deyər ki, nə oldu bu yəni. Ona görə də məncə bu həm GM reminder kimi gözəl bir sistemdir, həm də roleplay açısından daha təbii bir gedişatdır. İkinci olaraq da deyir ki, hər sessiyanın sonunda 3 dənə sual veririk və bu sualların cavabları əgər bəlidirsə, hərəsinə görə bir XP verir oyunçulara. Deyir ki, qazancımız oldu mu? İkincisi, kainatla bağlı maraqlı bir şey kəşf elədikmi? Yeni və maraqlı bir şey kəşf elədikmi? Biz nəyinsə çox çətin bir challenge-ın üstəsindən gəldikmi? Öhdəliyindən gəldikmi? Bu sualların cavablarının hansıları hədirsə, hərəsinə görə bir experience point veririk. Və üçüncü və mənim də şəxsən favoritim olan experience point qazanma yolu, deyir ki, uzun triplərdə oyunçular karakterləri, yəni masa arxasında əyləşsinlər, söhbət eləsinlər. Bir hamısına sıra gəldikcə bir adam seçib onun haqqında bir şəxsi bir sual versin. Məsələn, başqa karakterdən soruşsun ki, müəllim, məsələn, bu üzündəki yaranı necə almısan? Bir dənə danış görək falan. O da başlayacaq danışmağa özü haqqında, nəsə deyəcək falan belə. Və deyir ki, əgər bu oyunçunun cavabı səmimidirsə, o da ki, bir experience point qazanacaq. Bu nə deməkdir? Yəni siz karakterinizi nə qədər zənginləşdirsəz, nə qədər üzərinə düşünsəz, nə qədər ona bir lore, background əlavə eləsəz, o qədər çox experience point qazanırsınız deməkdir. Yəni bu əslində çox gözəl yoldur. Oyunçuları öz karakterlərinin
ciddiyə almasının qarşısını açan və buna təşviq edən bir yoldur. Ona görə də DM olaraq da mənim favoritim yollardan biridir. Dedik ki, bu XP-ləri yığdıq. Bəs bunları necə xərcləyəcəyik? Bu xərcləmənin 3 yolu var. 10 XP-miz varsa əgər, yeni class ability-si ala bilirik. Təbii ki, bunu amma oyun boyu 3 dəfə edə bilirik. Yəni oyun dediyimdə, yəni ki, sessiondan danışmıram, ümumi oyun boyu. İkinci olaraq istənilən bir atributumuzu bir qaldıra bilərik, amma ki 10 experience-la eləmişiksə, bu atribut maksimum 2 ola bilər. 2-ni keçə bilməz. Amma 20 experience xərcləmişiksə, məsələn, maksimum 3 ola biləcəyi halda hər hansı bir atributu 1 qaldıra bilərik. Məsələn, bir atributun artıq zaten 2-dirsə, bunu 3 eləmək istəyirsənsə 20 XP xərcləməlisən bunun üçün kimi düşünün. Və burada da sonda da deyir ki, artıq yəni bütün experience xərcləyəcək hər cür xərclədin, da hər şey elədin, artıq da bu karakteri necəsə pensiyaya yolla, necəsə retire elə və hekayəsini sonlandır. İstəyirsən yeni karakter yarat, istəyirsən lap nə bilim sessionu. Məncə yəni ki, bütün da hamısını eləmisənsə, o da kampanyayı da final eləyin, sonlandırın və başqa bir şey yəni axtarın, məncə həyatınızda daha maraqlı bir şey axtarın. Burada Game Master'a bəzi məsləhətlər verib. Bunların üzərində çox durmayacağam, çünki yəni Game Master, hər bir Game Master'ın bilməli olduğu şeylərdir bunlar. Yəni DICE, yəni ki, zərə necə respond eləməlisən, bunu da məncə üzərindən keçdiyi, bir də üzərində durmağa ehtiyac yoxdur. Bu Die of Fate-in üzərində dura bilərəm. Qısaca deyir ki, yəni özün qərar vermək istəmirsənsə, bu hadisənin nəticəsinə zər at və məsəl üçün 1 2 3 düşsə neqativ bir şey oldu, 4 5 6 düşsə pozitiv bir şey oldu kimi qərar ver deyir. Burada məsələn maraqlı bir nümunə verib ki, məsələn missiyaları necə düzəldə bilərsən. Burada cash rewardlardan danışıb, yəni işi gördük. Bəs yəni ki, biz oyunçulara necə bunun qarşılığını verək? Deyir ki, ümumi yəni bir sessionda bitirə biləcəyiniz işlərin dəyəri 30-50 arası olmalıdır. Əgər bu missiya bir neçə sessiona irəliləyəcəksə, maksimum 100 kredit ola bilər. Deyir, 100 kreditdən çox zaten heç kim sizə iş verməz yəni. Müxtəlif NPC-lər, non-player karakter NPC-nin açılımıdır. Yəni müxtəlif player karakterlərə örnəklər verib məsələn. Sıravi vətəndaşlar, heç bir xüsusi təyinatı olmayan insanlar məsələn, canı deyir 3 olur, heç bir armoru yoxdur və damage də lower of 2D6, yəni 2D6 atıb ən azını götürürsən. Çox böyük monsterdursa 2D6 atıb 2D6-nın ikisini də götürüb, üstəlik 3 armor olur, 16 canı. Bunu da döymək demək olar mümkünsüzdür. Deyim ki, bunlar sadəcə yəni örnəklərdir, amma bu şablonu izləməyə məcbur deyilsiniz. Yəni bunları özünüzdə əlavə bir şey eləyib çıxarda bilərsiniz və ya öz settinginizə uyğun fərqli dəyişikliklər də eləyə bilərsiniz. Burada da ki, digər NPC gəmilərə örnəklər verib. Bunlar da məsələn hulu nə qədər, armoru nə qədər, damage nə qədər ola bilər. Məsələn, burada da yəni bir sessiondan çox çəkəcək uzun kampanyalar üçün necə ki sistem yarada bilərsiniz deyir. Məsələn, burada da indi qısaca paint örnəyini verə bilərik. Məsələn, deyir, ilk sessiondan sonra bir dənə piece of paper-ı biz paint götürdük məsələn. Bir dənə ortalara falan bir ulduz çəkək, çəkdiyi ulduzu. Sonra deyir yanına bir dənə nöqtə qoy deyir. Məsələn, bu nöqtə deyir ki, bizim karakterlərin başladığı yerdir. Ulduza ad ver deyir. Burada bir inspiration table var. Məsələn, gəlin bu ulduza bir dənə ad verək. Bunun ulduzun adı olsun Ingval. Daha sonra da deyir ki, düşünün misal üçün bu sistemi kim idarə eləyir? Onların məqsədləri nələrdir? Ajandalar nələrdir? Məsələn, digər fərqli locationlar əlavə eləyin. Məsələn, bura bir dənə fərqli planetlər qoyaq, tutalım ki. Deyir ki, həmişə deyir mapimizdə boş yerlər saxlayın. Çünki oyun keçdikcə əlavə yerlər əlavə eləyin ki, məsələn buralarda unexplored yerlər olsun, başqa sistemlər üçün olsun filan. Onu yazın, doldurun, sisteminizi inkişaf elətdirin, belə-belə. Qısaca örnəklər verib. Yenə dediyim kimi bu şablonu izləməyə məcbur deyilsiniz. Yəni timelineslara keçək. Timelineslar da əslində yaxşı GM-lərin özlərinin intuitiv olaraq elədiyi, amma burada da qayda olaraq da yazılmış bir şeydir. Deyir ki, hər session arası və ya hər long distance arası
müəyyən bir timeline start qoyun, yəni ki, eventlər gerçəkləşsin müəyyən vaxtlar arasında. Məsələn, birinci session və ikinci session arasında nəsə bir şey gerçəkləşsin və bu gerçəkləşən şey oyunun bütün atmosferasına təsir eləsin. Məsələn, 2 dənə faction arasında savaş çıxdı və bu savaşa görə nələrinsə qiymətləri artdı və bu qiymətlərin artmağı oyunçulara təsir elədi. Məsələn, keçən bölüm, məsələn, qoy biraz da pul yığaq, alarıq dediyi bir şey və qiymətlər artdı deyə ya onun stoku bitdi, tapılmır və ya ki qiyməti çox bahadır bu dəqiqə, artıq verdiklərindən daha çox pul xərcləməlidirlər kimi, yəni belə eventlər qoyun. Yəni dediyim kimi bunu sadəcə oyunçuların ziyanına eləməyin, ibnəlik eləməyin o qədər də. Sadəcə müəyyən bir eventlər gerçəkləşsin və bu eventlər nəticəsində kainatda bunun təsirini hiss eləyək deyir. Və deyir, yeni yerlər kəşf etdikcə, yeni sistemlər, yeni planetlər kəşf etdikcə oradakı eventlərin də artıq, yəni ki, oradakı eventlərə də məruz qalsınlar. Yəni ki, bir dənə böyük event var, hər şey təsir eləyir, yox, belə lokal eventlər də qoya bilərsiniz, timeline'lar da qoya bilərsiniz deyir. Və burada da inspirational table'lar verib bəhrələnmək üçün, məsələn, ağlınıza adlar gəlmirsə və ya tematika gəlmirsə, məsələn, bu planetin necə idarə olunmağı ilə bağlı və ya məsələn planet olmayan, amma kainatda, yəni kosmosda qarşınıza çıxa biləcək başqa obyektlər, kargolar nələr ola bilər falan kimi və burada da bayaq göstərdiyim kimi character sheet verib gəmi üçün bir gəmi yaratma sheet'i də provide ediblər bir dənə. Bu arada character creator-ı ship'inizi create eləmək üçün də istifadə edə bilərsiniz. Onu da deyim, aradan çıxsın. Bir il sonra axır ki ikinci öyrədici videonu paylaşdım. Məndən bugünlük bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyəndinizsə bunu kanala abunə olaraq göstərə bilərsiniz. Əgər istəsəz aşağı Discord kanalının linkini də buraxacağam. Hələlik, özünüzə yaxşı baxın. Daha çoxunu istəyirsən? Elə isə bu videoya da bir şans ver.